Gəlin sifətin çoxaltma dərəcəsinə aid belə bir testin izahına baxaq. Deməli, burada deyir ki, çoxaltma dərəcəli sifətin işləndiyi cümləni müəyyən edin. Əlbəttə, çoxaltma dərəcəsində istisna qaydaları var. Məsələn, bulaqların bumbuz suyu diş göynədirdi. Necə bumbuz? Sadəcə biz qaydada demişdik ki, əgər çoxaltma dərəcəsi yoluna bənzəyən söz varsa, sözün nədən yarandığına baxaq. Məsələn, buz sözünün çoxaltma dərəcəsinə bənzəməsidir. Yəni, bumbuz. Buz sözü isim olduğuna görə bu artıq çoxaltma yox, adi dərəcədə sayılacaq. A-nı çıxırıq. Həkimin müalicəsindən sonra balaca olduqca yaxşılaşmışdı. Əvvəla balaca adi dərəcədədir. Olduqca sözü də çaşdırıb, yaxşı sifətindən sanki önündə gəlib, amma yaxşı sifətindən yaranmış feildir bu. İlk baxışdan aldada bilər, amma feildir. Ona diqqət etmək lazımdır. Çıxırıq. Ulduz kimi parlayan qaraca gözləri, necə gözləri? Qaraca. Qara sifətinə ca ünsürü qoşulub, yəni ədatı artırılıb və çoxaltma dərəcəsi əmələ gəlib. Cavabımız C bəndidir. Amma digər variantlara baxaq. Bu evin ikinci göz otağı vardı. Ca ədatı əgər saya qoşulubsa, bu zaman çoxaltma dərəcəsi əmələ gətirməz və bütün bu olanlar vəziyyəti lap pisləşdirdi. Lap sözü çaşdıra bilər və pisin önündə gəlib. Sadəcə bu da bayaqki kimi pis sifətindən pisləş feili əmələ gəlib. Sadəcə ədatdır da cümlənin təsir gücünü artırıb. Yəni, doğru cavabımız C variantıdır. Digər bir test. Biri uyğunluğu pozur. 4 şəkilçi görürük. 4'ü eyni dərəcə, biri fərqli dərəcə olmalı təbii ki. Məsələn, ca çoxaltma dərəcəsində bizim qarşımıza çıxıb. Şın, sov, ımtıl və raqrək. Deməli, bunlar azaltma dərəcəsidir. Ona görə doğru cavabımız fərqlidir A variantında. Ardıcılığa uyğun olan variantı müəyyən etmək lazımdır. Yəni, bunun üçün bu tipli testlərdə nə edirik? Əgər birinci söz, ikinci söz və üçüncü söz hansı qayda üzrə düzülübsə, variantlardakı sözlərdə o qaydaya baxmalıdır. Çalışqan. Adi dərəcədə sifətdir. Çünki qaydaya görə düzəltmə və mürəkkəb sifətlərin əksəriyyəti adi dərəcədədir. Çalışdan, çalışqan sifət əmələ gəlib adi dərəcəmiz bu bizim. Kəmşirin sifətə artırılmış kəm hissəsi əlbəttə azaltma dərəcəsidir. Tünd qara sifətə artırılmış tünd hissəsi də çoxaltma dərəcəsidir. Gələk variantlara. Variantlarda böyük adi uyğun gəlir. Xırdaca, amma çoxaltma. Bu söz əksər şagirdləri aldadır. Yəni, xırda. Sanki daha xırdalanıb, yəni azalmış mənada xeyr. Xırdanı daha da xırdalayıb çoxaldıb. Bu olur çoxaltma dərəcəsi. Tünd say adi dərəcədir, çünki özündən sonra isim gəlib. Bu zaman adi dərəcədə götürüləcək. Güləyən adi dərəcədə sifətdir. Dərəcəyə görə dəyişmir, düzəltmə sifətdir. Açıq, aydın isə istisna sözlərdən idi. Açıq, aşkar defislə yazıldığı halda, yəni biz bunu adi dərəcədə götürürdük. Bir də açıq, aydın. Ağappaq isə çoxaltma dərəcəsi. Bu uyğun gəlir, amma digərləri uyğun gəlmədi. Sonra yaşıl adi dərəcə, uzun sov, sov şəkilsi azaltma, amma burada ikisi uyğun gəlir, çoxlu isə çoxdan çoxlu sayı. Ca ünsürü demişdik, saya qoşulubsa, digər sözlərə qoşulubsa, artıq orada olacaq. Sadəcə ədat, yəni çoxaltma dərəcəli söz sayıla bilməz. Bu kənara çıxdı. C-ni də çıxırıq cürbəcür. Mürəkkəb sifətdir, bəli, adi dərəcədir. Dərəcəyə görə dəyişməz. Yalnız hissəcik, əlbəttə azaltma dərəcəsi, dost doğma, yəni m-pırısı qaydasından istifadə olunub, çoxaltmadır. Adi, azaltma və çoxaltma. Cavabımız D bəndidir. Dairəvi düzəltmə sifətimiz də adi, alabəzək ümumiyyətlə adidir. Ala bitişi yazılıbsa birbaşa adi dərəcədir. Və lap əziz, düzdür, əziz, lap əziz sifətin daha da çoxaldıb. Sadəcə çoxaltmaya uyğun gələn lap əziz uyğun gəldi. Digərlərində alabəzəyə korladı. Və
Cavabımız oldu D bəndi.